Çoğuzda indi benden musahibə götürürlər, mən Lidya TV'də göstərəcəklər. Zaten bayramımız mübarək olsun. Hoş geldin. Kimsə yatırsa, onu belə yorğana tikir. Ay ev yesin. Gəldi. Salam dostlar, YouTube kanalıma xoş gəlmisiniz. Bugün biz Aksafa rayonundayıq. Novruz bayramını bu rayon digərlərindən fərqli keçirir. Belə ki, oğlanlar gəlin paltar geyinirlər, qız paltar geyinirlər. Elə bayram günü daha çox axşam saatlarında bir evlərə gəlirlər, oradan şirinlik alırlar. Daha sonra nə bilim bir məhəllələri gəzirlər, evləri şənləndirirlər. Daha sonra danatlı var deməli burada. Danatlı nədir? Kənddə hər hansı biri Novruz bayramının axırıncı çərşənbəsi arzusudur. Əgər o arzusu gerçək olursa, gələcək il Novruz bayramında o danatır. Yəni toy, kiçik bir toy kimi bir şey eləyir. Bütün kənddə hər kəs bura yerləşindəydi. Hər kəs bura gəlir. Bir yerdə bunu qeyd eləyirlər və səhər saat 6-ya qədər yatmırlar. Yatanı da yorğana tikirlər hətta. Nə bilim kosa gəlir, keçər gəlir. Bu gəlin bəy, oğlanlar gəlin bəy paltar geyinirlər. El gəlib həmin bu məclisləri şənləndirirlər. Saat 6-da, səhər 6-da isə bulaq başına gedirlər. Bütün evlərə şirinlik dağıdırlar və gedib səhər tezdən su gətirirlər. İndi biz gedirik xalam oğlanları ilə bir yerdə papaq atmağa. Benim yorum. Sende ne var? Tutun kapı beksin. Mənim xalam oğlu da əvvəlcə gedib Novruz bayramında gəlin paltarı geyinirdi, bir qapı gəzirdi, həm şirinlik alırdı, həm də cəmaatı əyləndirirdi. Amma bu il eləməyibdi. İndi gəl soruşaq görək, indiyə qədər elədiyiniz gəlin paltarlarından, yəni elədiyiniz bu etkinlikdə nə qədər pul qazanırdınız? Adama tişörtdən 50 manat, 60 manat, Hər 40 adama? manat. Hə. Ümumi nə qədər pul qazanırdınız? Ümumi 2 günə 500-600 manat çıxırdı. Bəs sizin xərciniz nə qədər çıxırdı bu paltarlar arasında? 150 manat, 160 manat. Nəyiniz var? Valla. Burada da belə bir şey. Götür daşıyan. Aliqatorlar. Gəlin paltarını niyə geyinirlər deyə soruşdum. Əsas səbəbi də əvvəlcə oğlanlar sevdikləri qızı görmək üçün gəlin paltarı geyinirdilər. Atası, anası xəbəri olmasın deyə gedirlər bayramda gəlin paltarında sevdiyi qızı görürdülər. Sonradan bu oğlanlar tərəfindən belə bir əyləncə alətinə çevrildi. O hangisi nədir? Ay ev yesin. Buraya bak. Ay it der. El sallayayım bir tane oradan buraya. Dördüncü, beşinci qapıya gəlmişik. Hər qapıda biraz yeyib gedir. Tamam dostlar, bugün biz yumurta değiştireceğiz. Galip. Şeker çörek pişirdik, hündürlüğü bu boyda, alçaklığı yer boyda. Aksafa rayonunun sakinləri Novruz bayramını hər kəsdən fərqli qeyd edir. Abinin evine ruzu bereket. Sağ olun, Allah size var eylesin.
Deməli bizim əsas fəlsəfəmiz hər qapıya gedib biraz oynayıb oradan qaçmaqdır. Gelesine koyar da. Tamam seçmiştiler. Avukatlar sonra yıkıldı diyor ki. Bunlar mı nerede? Deden dedi. Ay bir gitsin de ki. Sizi şeyden Arakan dolaşır. Siz ağaçlıkta durun. Yaşa Canım için. Biz Durun siz şeye koyacaklar. Meşe. Strakama koyacaklar. söyle. Orada kalite çıkaramam. İçeride. Gel. Gel. Hayır. Gel öpeyim bir. Zaten bayramınız mübarek olsun. Hoş geldin. Yardım kendi aldı. Ne dedi? Amin amin. Hoşbek dur kızım. Amin Allah. Yar yana. Başına var ne kızı? Bayram var. Sen de O sınavda bayramımız mı Sağ ol sağ ol. Hoşbek dur. Baxın nə yığmısınız? Baxın sən də sor bana. Ne güzel. Ne güzel. Neçə yerdən yığmısınız bunu? Çox. Saat neçədən başlamısınız papaq atmağa? Bahar fəsli yaz ayları gələndə şənli sümbüllü laləli dağlar, yoxsulu ərbabı şahın qədəni tutmaz bir-birindən aralı dağlar. Oğlanlar niyə gəlin paltar geyinir Novruz bayramında? Oğlanlar gəlin paltar geyinib gəzirlər qapı-qapı. Bayram adət ənənəsidir bu. Hani əyləndirmək üçün, kimisə evini şad eləmək üçün. Nə vaxtdan var bu adətən? Hardasa bir 30 il bundan qabaq olubdu. Bu adətən Qazaxda olubdu. Qazax rayonunda olubdu. Ondan da bizim Akstafa cəmaəti başlayıb bu adətən götürüb bunlar da eləyir. Bu gəlin paltarını geyinib, hələ öz gəlin bəy paltarını geyinib, yəni tanımasınlar deyə də kimsə. Hələ o sevdiyi qızın evinə gedib, orada bu gəlin paltarla, çosa paltarı adından gedib sevdiyi qızı elə görürlər. Yəni heç kim tanımasın deyə. Gözlə indi məndən müsahibə götürürlər, mən Lidia TV-də göstərəcəklər. Hoş gəlirsiniz. Həmişə belə bayramlarda, şən günlərdə günümüz daha da qəşəng olsun. İlimizdən qəşəng gəlsin. Allah təbrik eləsin. Günümüzdən qəşəng gəlsin. Bayramlarımız mübarək olsun. Həmişə elimizə, günümüzə belə xoş niyyətə gəlir. Bak kızım, Novruz bayramının en güzel, en mühim işlerinden biridir ki böyüklerimizi ziyaret edirik, böyüklerimizin yanına konak gelirik. Bugün de Fazıl kişinin evine konak gelmişik. En büyük hoşbəxtçilik budur. Novruz bayramının en güzel xüsusiyyəti budur ki bütün qonaqlar bir yere yığılır. Burada da aşımız var. Alıyorlar. Bayramınız mübarek. Bayramınız mübarek olsun. Sevgiyanam kurban. Silemeye. Aga, benden olur diyor hırdalayalım kesinlikle. Salam arkadaşlar. Video çekelim. Onu da YouTube'a koyacağım da. TikTok'a kısa şey koyarlar.
Artıq gecə saat 3-ə gəlir. Bəziləri yatmamaq üçün oyun oynayırlar, nə bilim söhbət edirlər. Bəziləri də artıq yuxuya gedirlər. Biz də yuxuya gedənləri belə yorğana tikəcəyik. Bu Novruz bayramının bir adətidir. Əgər Donatlı günündə kimsə yatırsa, onu belə yorğana tikirlər. Yəni biz də gedək. Bu qədər bəsliyəm. Hediye bakalım. Ona görə tikirlər ki, nə qızımdan gecəsi yatmaq olmaz. Niyyət eləsən, dualar oxuyasan, nəzir dəsən. Aydan istiqlal olsun. Hə. Niyə? Sabahınız xeyir. Əslində saat 6-da bulaq başına gedilməli idi. Oradan su gətirilməli idi. Amma yağış çox yağdığına görə və yollar bağlı olduğuna görə getmək mümkün olmadı. Biz də artıq yola düşürük. 7 saatlıq yol bizi gözləyir. Novruz bayramı burada bizim üçün çox maraqlı keçdi. İnşallah baxanda sizin üçün də maraqlı olar.